paçoklar buradadır. Yəni biz hər dəfə doldururuq, sonra qapının ağzına daşıyırıq. Adamın əyərliyi poludurlar. Yəni nətər demək, biz olmayanda evdə qadın xeylaqlar olur. Suyu daşıyırlar, paçoku daşıyırlar qapının ağzına. Binə qəsəbəsində, Temirov küçəsində yaşayan insanlarıq. Bizim tələblərimiz odur ki, suyla qədər, sonra yolla qədər, bütün zibil qabını qoymaq üçün onlar yerimiz yoxdur. Yolda məsələ nədir? Nə Dedilər ki, beni düzün, sərin, gəb asfaltlayacağıq. Heç bir səs çıxmadı. Özünüz öz cibinizdən töymüsünüz bura yoldaşı? Vəsayətini dinləmişik. Bu tabanda hamısını, bu qardaşın hamısına öz pulunu eləmişik onun hamısını. Dedilər ki, belə daşı tökün, biz özümüz asfalt edəcəyik. Heç bir xəbər yoxdur, heç bir səs yoxdur. Nə vaxtdan bəri? Tuvalda bir ildir. Nə qədər ailə yaşayır təxminən burada? Bir də ailə hardasa yaşayırdı abi. 50 ev. Vaxt 50 ev abi bilən. 2000-ci ildən burada yaşayırıq, 30 ilə yaxındır buradayıq. Yolumuz yoxdur. Bələdiyyə müraciət eləmişik dəfələrlə. Bizim ağsaqqallar gedib müraciət edib. Qazımızı özüm çəkmişəm. Bir dənə sağ olsun dövlətimiz bizə elektrik xətləri çəkdirib, yəni biz qoymamışıq öz cibimizdən. Neçə dəfə müraciət eləmişik. Götürüb ərzələr yığılıb, qol çəkilib, aparıb verilib bələdiyyəyə. Belə olmaz, yəni xahiş edirik sizdən tədbir görün bizim, kömək eləyin. Bələdiyyə nə deyir bununla bağlı? Çəkiləcək, səbirli olun, növbədə yazılıb, növbə gözləyin. Belə o ağsaqqal bayaq dedi, torpağımız şebil tökdü öz cibimizdən. Üçüncü səfərdir bu şebili biz evdən 50 manat yığılıb şebil tökürük biz. Yəni 3 partiya tökülüb. Şebil də yox olur gedir. Bir dəfə yağış yağır, bax kaş yağışda gələsiz videolar var bizdə. Bu məhəllə var ha. Baba o təpəyə qədər, o top olan yerə qədər. Hamısı gölməçədir. Daşlar qoyub keçirik biz. Yolumuz düzəlsin, suyumuz gəlmir. Elə velosipedlə istəyən velosiped çəkə bilərsən. Elə ondan suyumu daşıyıram evimə belə. Yolla bağlı nə vaxtdan bəri bu vəziyyətdə? Elə asfalt görməmisiniz ümumiyyətlə? Yox, burada yox, xeyr. Burada asfalt görməmiş. Belə daşı kim töküb bura? Özümüz hamısı, özümüz. Cibinizdən tökürsünüz? Bəli, özümüz cibimizdən tökmüşük belə. Sudakı elə əlimlə daşıyıram, belə səbitlə gətirirəm. Uşaqları məktəbə aparmaq olmur, əziyyət çəkirik. Müraciət eləmisiniz? Bəli, bir-iki dəfə müraciət eləmişik. Hər ki baxmayıb. Baxmırlar, heç kim baxmır qardaş. Heç kim də baxmır. Cana deyirəm, xəstə adamam, gedirəm, yıxılıram. O gün qolum qırılmışdı, təzə düzəlibdi. Belə belə ancaq, asfalt olmayıb heç. Onda hala təzə töküblər. Vətəndaşların şikayəti ilə bağlı Binə Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, təəssüflər olsun ki, bu mümkün olmadı. O ki qaldı su probleminə, iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Bu o deməkdir ki, vətəndaşlar bir qədər də gözləməli olacaq.